Füzulinin Divanı. İlk qəzəl. Birinci düzgün oxunuş. 2. Sözlərin anlamı. 3. Qəzəlin təfsiri. Azərbaycan türkcəsində nəşr olunan divanda səhvlər. Birinci beyt. Qəd ənarəl eşqə. Düzü. Qəd ənarəl eşqo. 5-ci beyt. Ey ki əhli eşqə söylərsən, məlamət tərkin et. Düzü. Ey ki əhli eşqə söylərsən, məlamət tərkin et. Qəd ənarəl eşqu lil uşşaq min hacəl huda. Saliki rahi həqiqət, eşqə eylər iqtida. Eşqdir ol nəşe-i kamil, kimandandır mudam. Meydə təşviri hərarət, neydə təsiri səda. Vadi vəhdət, həqiqətdə məqam-ı eşqdir. Kim müşəxxəs olmaz ol vadidə, sultandan gəda. Eyləməz xəlvət sərayı, sirr vəhdət məhrəmi. Aşıqi məşuqdan, məşuqi aşıqdən cüda. Ey ki əhli eşqə söylərsən, məlamət tərkin et. Söylə kim mümkün müdür təğyiri təqdiri xuda. Eşq kilki çəkdi xət, hərf-i vücudi aşiqə. Kim ola sabit həq isbatında, nəfyi maəda. Ey Füzuli, intihasız zövq buldun eşqdən. Böylədir hər işi həq adilə qılsan ibtida. Şeirin bəhri, bəhri rəməl. Şeirin vəzni. Failatun, 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 failun. Qəd ənarə, doğrudan da ışıqlandırdı. Lil uşşaq, aşıqlar üçün. Minhac, ışıqlı yol, huda, hidayət. Salik, yolçu, rah, yol, iqtida, uymaq. Doğrudan da sevgi aşıqlar üçün hidayət yolunu ışıqlandırdı. Həqiqət yolunun yolçusu yalnız sevgiyə uyar. Sevginin dediyi ilə oturub durar. Eşqdir ol nəşe-i kamil. Eşq o bütöv xoşluqdur. Kim ondandır mudam, ki hər zaman ondandır. Meydə təşviri hərarət. Təşvir yəni şura gətirmək. Coşdurmaq, hərarət, istilik, istiqanlıq. Meydə, içkidə istiqanlığı və istiliyi coşdurmaq qabiliyyəti var. Neydə təsiri səda, neydə səs təsiri vardır. Yəni, əgər neydə səs təsiri, meydə insana istiqanlılıq gətirmək qabiliyyəti vardırsa, bunların hamısı sevgiyə görədir. Vadi vəhdət həqiqətdə məqam-ı eşqdir. Eşq məqamı doğrudan da birlik yoludur. Vadi yol, mərhələ, vəhdət yəni birlik. Vəhdət həm də vəhdət-i vücudu deyir. Bunu İbn Ərəbinin şagirdləri onun ideyaları əsasında ortalığa qoydular. Bu ki, bütün kainat Tanrıdır. Yəni, Tanrıdan ayrı deyil. Tanrı sonsuzdur. Demək ki, harasa çatanda bitmir. Yəni, hər şey odur. Və yalnız bir mövcud vardır dünyada, o da Tanrıdır. Nəsimə əgər ənəl həqqi deyir, mən Tanrıyam, elə buna görə deyir.
Vadiye vəhdət həqiqətdə məqam-ı eşqdir. Kim müşəxxəs olmaz ol vadidə sultandan gəda. Müşəxxəs olmaz, yəni ayırt etmək olmaz. Sultandan dilənçini o yolda. Ona görə o birlik yoludur. Eşq birlik yoludur. Eyləməz xəlvəssərayi sirr vəhdət məhrəmi. Xəlvəssəra o yerdir ki, qədim şahlar ya ariflər orada xəlvət eləyirmişlər. Yalnız onların sırdaşları ora gələ bilərmiş. Yəni o adam ki, vəhdət sirrinin, xəlvəssərasının məhrəmidir, eyləməz, nəyi eyləməz? Aşıqı məşuqdan, məşuqu aşıqdən cüda, cüda yana ayrı. Tanrını insandan, insanı tanrıdan ya aşıqı məşuqdan, sevəni seviləndən ayrı tutmaz. Onlar eynidirlər. Ey ki əhli eşqə söylərsən məlamət. Məlamət yəni danlaq. Tərkin et, tərk elə, bırax bu işləri. Söylə ki mümkün müdür təğyiri, təqdiri xuda. Təğyir yəni dəyişdirmək, təqdir alın yazısı. Xuda Tanrı, yəni aşiqləri dandama və bu işi bırax. Çünki onların alın yazısını Tanrı yazır və onu dəyişdirmək mümkün deyil. Eşq kilki çəkdi xət, hərfi vücudi aşiqə. Kilk yəni qələm. Aşıqın vücudunun hərfinə, yəni adına, aşıqın adı sanına, eşq qələmi bir xət çəkdi, bir qırmızı xət çəkdi. Onu ləğv elədi, onu heç elədi. Kim ola sabit, həd isbatında nəfyi maəda. Ki, nəfyi maəda prinsipi, hikmətdə belə bir prinsip vardır. Yəni, nəyisə sübut eləmək, onun ziddini rədd eləmir. Məsələn, deyiriksə, qırmızı rəng gözəldir, o demək deyil ki, sarı rəng pisdir tutalım, ya yaşıl rəng pisdir. Amma Füzuli burada deyir ki, əgər özünü heç eləyə bildin, sübut elədin ki, özün yoxsan, o zaman sübut eləmsən ki, Tanrı vardır. Yaxud əgər inanırsan ki, Tanrı vardır, o zaman sən yoxsan. Ey Füzuli, intihasız zövq buldum eşqdən, böylədir. Hər işi həq adı ilə qılsan, ibtida yəni başlanğıc. Ey Füzuli, sonsuz, intihasız zövq buldum sevgidən. Hər iş ki, Tanrı adı ilə başlasan, belədir. İntihasız və sonsuz bir zövq verəcək sənə. Keçək şeirin təfsirinə. Birincisi, əski divanlarda adətən şairlər Tanrını məth eləmək, hətta Yunan ədəbiyyatında miyuzları, yəni incəsənət tanrılarını çağırmaqla, yaxud padişahları məth eləməklə, ya dini fiqurları məth eləməklə, ya hansısa bir dini kitabdan demək, istat gətirməklə başlayırdılar. Ancaq bəzi şairlər bu işləri görməyibdilər. Məsələn, Mövlana, ya Hafiz Şirazi, ya Füzuli bu işi görməyibdi. Və Füzuli divanını eşqlə başlayıbdı. Eşq əslində ərəb sözüdür. Əşəqə sözündən gəlir. Bir tür sarmaşıqdır. Və təxminən demək olar ki, cahiliyyə ərəb dövründə ya Məhəmməd Peyğəmbərdən qabaq çox nadir hallarda bu eşq sözünü görürük. Və orada çox mənfi bir anlamda daşıyır. Onlar əgər sevgi sözünü istəyirdilər işlətsinlər şeirdə, adətən həva sözünü işlədirdilər, həva.
Mesela Quranda da hubbu vardı. Eşq sözü yoxdur. İndi deyirlər bu fars sözü də ola bilər. Bu mən fikir eləmirəm bu fars sözü olsun. Çünki düzdür. İş ya işqa sözləri vardılar əski Pəhləvi dilində. Hətta Avestada da vardı. Ancaq biz fars divanlarında ya ümumiyyətlə fars yazılı ədəbiyyatında ərəblərdən 200 il, 300 il sonra, yəni təxminən demək olar ki, Məhəmməd Peyğəmbərdən təxmini bir 250 il, 300 il sonra birinci dəfə gördük yavaş-yavaş eşq sözünü işlədirlər. Füzuli burada eşq sözünü nə üçün bu qədər təkid eləyir? Birincisi buna görə ki, əski fəlsəfədə ya hikmətdə deyirdilər ki, insanın yolunu işıqlandıran və həqiqəti insana əllədən göstərən ağıldır. Məsələn, Nizami Gəncəvi də deyir ki, zəhər əqli mübarək bad əmamət, təriqul əql vahid yad əmamət. Yəni, hamı mənə alqışladı, hər ağıl mənim yazdığım şeiri alqışladı və yadıma düşdü bu söz ki, ağılların yolu birdir. Bəs demək, insan həyatına ışıq saçan ağıldır. Amma Füzuli deyir ki, yox, insanın həyatına və yoluna ışıq saçan sevgidir. Minhac. Minhac işıqlı yol da deməkdir, şəriət də deməkdir. Və Quranda da vardı, Maidə surəsinin 48-ci ayəsi. Deyir ki, sizin hər birinizə bir minhac və şəriət qoyduq. Yəni, şəriət də eyni ilə minhac kimi həm yol mənası verir, həm şəriət mənası, dini qanunlar mənası verir. Məzhəb də belədir. Yəni, bunların hamısı iki mənanı, bir təriqət də belədir. Və minhac sözü əlbəttə Tövrat, yəni Yahudilərdə də vardı. Demək ki, Tövratda 613 yazılı qanun vardı, amma onların yazılmamış qanunları da vardı. Adət-ənənə deyək mi, ya yazılmamış qanun, onlara riayət edirlər və onlara minhaq deyirlər. Həm burada da görürsünüz ki, şəriət anlamındadır, həm yol anlamındadır. Bəs minhac burada yol, işıqlı yol deməkdir. Başqa məsələ ki vardı, biz əski ədəbiyyatdan ta Füzuliyə qədər baxanda görürük ki, şairlərin Tanrıya münasibəti çox fərqliymiş. Ümumiyyətlə, insanların Tanrıya münasibəti çox fərqliymiş. Hətta dinlərdə də baxsaq, Yahudi dinində daha çox Tanrı ilə insan münasibəti qorxu üstündə qurulubdur. Ya məsələn, İslamda baxsaq, Tanrı ilə insan münasibəti təqva üstündə qurulubdur. İndi təqva sözü bu qədər Quranda işlədirlər, yəni utanc, utanmaq. Hətta Mövlana bir dəfə evində təmir üçün bir usta gətirmiş imiş və bu xristiyan imiş, Konyada, Türkiyənin Konya şəhərində. Və ondan Mövlananın şagirdləri yığışırlar başına, çalışırlar bunu üzdə qoysunlar, utandırsınlar, bir tür təzyiq eləsinlər ki, bu dinindən əl çəkib müsəlman olsun. Və axırda deyirlər ki, sən niyə müsəlman olmursan? Deyir, mən İsa'dan utanıram. Və Mövlana orada deyir ki, təqva sözünün mənası dəqiq utanmaq deməkdir. Yəni, İsa'dan utanıram ki, dinimi dəyişin. Həminən Mövlana dövründən, yəni Türk Səlcuqlu imperiyasının Türkiyəni, Ərəb dünyasını, İranı falanı ələ keçirdikdən sonra biz baxırıq ki, yavaş-yavaş şairlərin Tanrıya münasibəti
dəyişilir. Yəni qorxu ya da utanc üzərində daha bu münasibət qurulmur, sevgi üzərində qurulur. Və yavaş-yavaş görürük bu sevgi getdikcə hətta sizə deyim ki, insanlar arasında olan sevgiyə də bənzəyir. Yəni biz Hafiz Şirazını oxuyanda ya Sədi Şirazını oxuyanda ya Füzulini oxuyanda tam əminliklə bilmirik bu şeiri Tanrıya deyibdir, yoxsa hansısa bir qadına deyibdir. Və bu da yalnız Fars ədəbiyyatı, ərəb və türk ədəbiyyatına məxsus deyil. Biz romantizm dövrü təxminən demək olar ki, Shakespeare elə Füzuli ilə təxmini demək olar ki, eyni dövrdədir. Romantizm dövründə də görürük. Məsələn, Shakespeare'in sonetlərində də eyni ilə belədir. Füzuli deyir ki, eşq kamil bir nəşədir, kamil xoşluqdur. Yəni, əgər bütöv bir xoşluq istəyirsənsə, yəni hər xoşluqda baxırsınız bir nisbilik vardır və ardıcıllıq da yoxdur. Yəni, xoşluq bitən, dəyişən şeylərdir. Amma əgər istəyirsən ki, bütöv bir nəşə içində olarsan, xoşluq içində olarsan və mudam olsun, davamlı olsun, demək, sən aşiq olmalısan. Burada da, məsələn, mən Mövlana yadıma düşür. Mövlana bir yerdə deyir ki, balığı 1000 dəfə suya basıb çıxartmaqla balıq 1000 dəfə xoşbəxt olmur. O daimi, müdam xoşbəxt olmaq üçün həmişə suda olmalıdır. Sonra burada Vəhdət-i Vücuddan danışır. Əslində 12-ci əsrdə İbn Ərəbinin düşüncələri əsasında bu fikir ortalığa gəlibdi. Demək ki, İbn Ərəbi deyir, Tanrıdan başqa heç bir vücud yoxdur. Qalan nə var? Mövcuddur, yəni yaranmışdır. Buna örnək kimi dənizi gətirirlər. Dalğalar yaranır, sonra dənizin içində məhv olur, yəni dənizə qayıdır, dənizə çevrilir. Birinci dəfə İbn Ərəbi məktəbinin 3-cü nəsil tələbələrindən olan Arif Sədəddin Fərqani Vəhdət-i Vücud sözünü işlədirdi. Yəni İndi ki, Vəhdət-i Vücudu qısaca izah etdim, bir də qaydaq öncəki beytə. Orada çox önəmli bir məqam var. Deyirdi ki, Füzuli meydə olan istilik qabiliyyəti, neydə olan səs təsiri sevgidəndir. Bu çox önəmli bir mesajdır. Baxın, əski dünyada Hinddən tut Misir, Yunana gəlir. Dünyanın 4 ünsürdən yarandığını düşünürmüşlər. Od, su, torpaq, hava. Yunan fəlsəfəsində bunlarla yanaşı 2 termin də vardı. Arke yəni o 4 ünsürün mənşəyi. O Demokrit atom adlandırırdı. Elə biz də indi fizikada falan atom bu qədər istifadə edir. Atom yəni parçalanmaz. Yəni hər şey ondan yaranıbdır. Ancaq ikinci termin Platonun təkid etdiyi eter ünsürüdür. Eter. Hansı ki, göydəki obyektlər ondan yaranıb və eter kainatın nizamını pozmağa qoymur. Qısası, Platonun fikrincə dünyadakı 4 ünsür eterin təzahürüdür. Yəni, göydəki əsl həqiqət ki, eterdən yaranıbdır, yerdə olan maddə hər şey onun kölgəsi kimidir, yarımçıq təzahürü kimidir. Ona görə də biz yerdə madam ki, maddi bədənlə düşünürük, həqiqəti eləyə bilmərik, tapaq və görək. İndi Füzuli bu beytindəki sözlərə diqqət edin. Hərarət sözü odu təmsil edir. Mey sözü suyu, səda sözü havanı təmsil edir. Ney sözü torpağı təmsil edir. Və Füzuli deyir ki, bu dördünün varlığı və mahiyyəti eşqə bağlıdır. Yəni, Füzuli o eter ki Platon deyirdi, onu eşq sanır və fikir edir ki, bütün kainat eşqdən yaranıbdır və bu qədər önəmlidir eşq Füzuli üçün
Buna görə ki, o düşünülmüş bütün kainatı, bütün nəzm, ümumiyyətlə Tanrının kainatı yaratmağı, insanı yaratmağı sevgisindən imiş. Və görürsünüz ki, Platonun düşüncələri necə gəlib İbn Ərəbiyə və sonra onun şagirdlərində vəhdət-i vücud anlayışını ortalığa çıxardıbdılar. Vəhdət-i vücud da, əgər qısası desəm, kainat, insan, bütün varlıqlar Tanrının təzahürüdür. Eşq kilki çəkdi xət, hərfi vücudu aşıqə eşqin, qələmi aşıqın adının üstünə, ümumiyyətlə aşıqın vücudunun üstünə bir qırmızı xət çəkdi, onu yoxa çıxartdı. Mövlana'da da bir hekayə var, maraqlı. Gedir qapısını döyür sevgilisinin, sevgilisi səslənir ki, kimdir? Deyir, mənəm. Deyir, hələ sən çox xamsan, geçinən biraz təcrübə qazanarsan, başa düşərsən sevgili ilə necə danışmaq lazımdır. Bu gedir illərlə əziyyət falan baxma. Axırda bu təcrübəni başa düşür, gəlir, yenidən qapını döyür. Sevgilisi səslənir, sən kimdir qapını döyür? Bu deyir ki, sənəm, mən sənəm. Deyir, indi gələ bilərsən. Nizamidə də var. Mən kəsidər, nakəsidər yaftəm. Mən o zaman ki, heç kim oldum, özüm üçün bir adam oldum. Və hətta Homerin Odisey əsərində Siklop o təpəgöz Odisey'e soruşur ki, sən kimsən? Onun çevrəsindəki dostlar tez başlayırlar özlərindən danışmağa ki, mən falan sərkərdəyəm, şan şöhrətlərindən danışırlar. Odisey birisi kəlmə deyir ki, mənim adım heç kimdir. Və onların içində də axırda baxırıq ki, yalnız Odisey diri qalır. Yəni, Roma tələffuzu ilə Ulysses diri qalır. Və bu ənənəni biz həmişə görmüşük və Məcnundan soruşanda sən kimsən? Demir ki, mən Qeys ibn Əl-Müləvvəh ibn Əl-Muzahiməm, Amiri tayfasındanam, falanam, bahmanam. Deyir, mən Məcnunam, Leylinin Məcnunuyam, Məcnun yanı dəli. Və qədim deyirdim, eşq sözü, məsələn, cahil ərəb ərəb deyirik, əslində cahil ərəb deyil, çox da mədəni ərəb imişlər, Məhəmməddən qabaq. Hətta Məhəmməd Peyğəmbərin öz dövründə də biz görürük ki, eşq sözü şeirlərdə işlənmir, çünki çox mənfi anlamı var imiş. Və ümumiyyətlə başını tamamilə sevgi xarab eləmiş bir adama aşiq deyirdilər. Və şeirlərdə daha çox həva sözü işlədirdilər. Və başqa, məsələn, Quranın özündə də hobbu sözü işlədir. Onun sinonimdir, ondan eyni anlamdadır. Və Məcnun deyir ki, mən Leylinin dəlisiyəm. İndi bu Məcnunun da öz hekayəsi vardı. Bu Babil miflərinə gedir, çatır. Məcnunun öz adı Qeysidir, düzdürmü? Bu Babil miflərində Kislə Lilaksın hekayəsi var. Eynidir təxminə. Onlar da Günəş məbədində dərs oxumuşlar, bir-birinə vurulurlar. Və bu ifşa olur bu məsələ, sonra Məcnunu ümumiyyətlə şəhərdən qovurlar. Gedir, sonra başqa vasitələrlə axırda gəlir şəhərə, razı salır, Lilaksı alır, evlənirlər, amma bir müddətdən sonra Kis Lilaksı buraxır, bir çoban qızına qoşulub gedir, başqa bir yolluq gedir oradan. Və bəlkə də elə bunun da elə bir mənası budur ki, o sevgi, yəni insanla insan arasında olan sevgi, bu dəyişkəndir. Və buna görə də ilahi sevgidən yapışmaq lazımdır. Necə ki,
elə Leyli Məcnunda da biz baxırıq və başqa əsərlərində də Nizaminin daha çox bu, yəni deyir ki, sən fikirləşməginən ki, mən məsələn Leyli Məcnundan danışıram ya Xosrov Şirindən danışıram falan. Sən çırağa fikir verginən. İndi bu çıraq hara asılıbdır? Xaça asılıbdır, ağaca asılıbdır, divara asılıbdır, nəyə asılıbdır? Bu önəmsizdir. Əsas budur ki, bir çıraq olsun yolumuzda və ilahi sevgini başa düşə bilək biz. Biz hətta Rönesans dövründə Shakespeare-ə məsələn baxanda Romeo Juliet əsərində Juliet Romeo'ya deyir ki, o Romeo, Romeo, wherefore thou art Romeo? Deny thy name, refuse thy father. Sən nə üçün Romeo'san? Bilirsiniz, bunların tayfa savaşı var imiş. Romeo'nun ailəsi ilə Juliet'in ailəsi və Juliet'ə deyir ki, o ad sənin harandır? Başındır, gözündür, qıçındır, vücudun harasıdır? Sən ümumiyyətlə mahiyyətinə bildir, vücuduna dəxli vardır, bunun yoxdur. Sən Qızılgülü hansı adla səsləsən eyni gözəl qoxunu verəcək və sən bu adı falanı açınan yaddan çıxar ki, məni qazanmaq üçün. Eyni ilə Emily Dickinson'un bir şeiri vardı, Amerikan şairəsi. O daha bizə zamana görə yaxındır. Deyir ki, I'm nobody, mən heç kiməm. Who are you? Sən kimsən? Are you nobody too? Then there's a pair of us. Sən də heç kimsənsə, demək biz eşik, biz qoşayıq, biz birik. Və Fuzuli də burada eyni sözü deyir ki, aşıq gərək özünü unutsun və özünü həsr eləsin sevgiyə, sevgilisinə. Kristofer adsız bir pəhləvan idi. Və bu istəyirdi ki, özünü həsr eləsin bir adama, bir güclü bir adama. Gedir Kətxudanın yanına, görür Kətxuda padişahdan qorxur. Gedir padişahın yanına, görür padişah şeytandan qorxur. Və deyir ki, bunlar özləri qorxaqdılar. Şeytan kimdən qorxur? Soruşur, deyirlər ki, şeytan İsa'dan qorxur, İsa Peyğəmbərdən. Bu düzəlir yola gedir, İsa'nı tapmaq üçün. Axırda bir çayın qırağında oturmuşmuş. Yağış yağır, sel gəlir, kəndi falanı alır və cəmaat başlayırlar oradan daşınmağa, çaydan keçməyə. Bu cəmaatı yükləri ilə birlikdə alır çiyninə, aparır çayın o bir tərəfinə qoyur. Hər halda ki, boş bekar dayanınca indi İsa axtardı, oturmuş 5 dəqiqə burada görək ki, nə olacaq. Yorğun, axırda gəlir, oturur, biraz dincəlir və görür ki, bir dənə uşaq gəldi. Uşaq deyir, məni də apara bilərsən sən çayın o tərəfinə. Deyir ki, mən bu qədər adamları, malları ilə, yükləri ilə, heyvanları ilə çiynimə alıb aparmışım. Səni niyə apara bilməyim? Gəlginə alır çiyninə və hər addım atdıqca bu uşağın çəkisi sanki 2 dəfə artır. Yəni eşq yükdür və getdikcə də bu ağırlaşır və bir məsuliyyətdir. Elə ki, bu pəhləvan, bu güclü insan çayın ortasında daha istəyir ki, bu uşağı assın suya, özünü qurtarsın, bu qədər çəki, ağırlıq. Hər halda dözür və aparır, zorla da olsa uşağı çatdırır sahilin o biri tərəfinə, çayın o biri tərəfinə. Orada bayılır. Ayılandan sonra görür uşaq başı üstündədir. Deyir ki, sən kimsən ki, mən hər addım atdıqca sənin çəkin 2 dəfə artırdı və mən az qaldım səni daha öz canımı qurtarmaq üçün suya atım. Bu deyir ki, mən İsa'yam. Mən İsa'yam və İsa'nı xalqa xidmətdə, sevgidə sən tapa bilərsən. Bundan sonra da sənin adın olsun Kristofer. Kristofer yəni
Kristi, İsa'nı daşıyan adam.